Salam əziz abituriyentlər, bugün sizlərə Fizika 2025 sınavlar toplusundan qəbul imtahanına uyğun, keyfiyyətli və çətin suallardan ibarət bir sınaq təqdim edəcəm. Bu sınağın izahının YouTube platformasında olan digər izahlardan fərqi onda olacaq ki, mən sadəcə düzgün cavabları seçib dairə eləməyəcəm. Bundan əlavə sizə bəlli bir zaman intervalında maksimum dərəcədə fizika məlumatları ötürəcəm ki, bu həm qəbul imtahanına indi hazırlaşan şagirdlərə, həm də irəlidə yolunu fizika ilə davam edən şagirdlərə inanılmaz dərəcədə yüksək dəstək olsun. Vaxt vermədən sualların izahlarına başlayaq. Birinci sualda sarğacda cərəyan şiddətinin zamandan asılı qrafik verilmişdir. Hansı ifadələr doğrudur? Burada bir induktiv sarğac çəksək, buradan bəlli bir istiqamətdə cərəyan şiddəti keçsin əziz abituriyentlər. Birinci variantda deyilir ki, 0T0 aralığında induksiya cərəyanı yaranmır. 0T0 aralığında fikir versəz, mənim dövrəmdən axan cərəyan şiddəti sabit qalıb. Bu o deməkdir ki, bəli, əgər sabit cərəyan axacaqsa burada induksiya cərəyan şiddəti yaranmayacaq. Birinci doğru cavabdır. T0-2 T0 aralığında induksiya EHG-si zamandan asılı olaraq xəttə asılır. Mən burada EHG-nin modulunu götürəcəm. Induksiya EHG-si bərabərdir. İnduktivlik vurulsun delta I bölünsün delta T. Siz bunu bilirsiniz. Bu induktiv sarğaca aiddir. İndi əziz abituriyentlər, delta I bölü delta T-də zamanın çox-çox kiçik qiymətlərində zaman dəyişməsi sıfıra yaxınlaşırsa biz bunu cərəyan şiddətinin zamana görə birinci tərtib törəməsi kimi yaza bilərik. Fikir verin, T0-2 T0 aralığında cərəyan şiddəti xətti olaraq dəyişir. Bu xətti asılılığı mən necə yaza bilərəm? Məsəl üçün, mən bura bir istənilən riyazi xətti asılılığı yazsam, 6 üstəgəl 5 də yazıram. Məsəl üçün, həqiqətən bu düz mütənasib xətti asılılığa aiddir, artan bir qrafikdir. Burada cərəyan şiddətinin zamandan asılılıq törəməsini tapsam, mən EHG-ni alacağam. Yəni, bu ifadədən bir dəfə törəmə alsam, L vurulsun, 6-nın törəməsi 0-dır. Üstə gəl, 5 dənənin törəməsindən mən 5 alacağam. Burada nə alacağam mən? 5L. Yəni, bu sabit bir kəmiyyətdir. Deməli, EHG-nin qrafiki sabit bir kəmiyyət olacaqdır. Yəni, EHG-nin zamandan asılı qrafiki, baxın, bu cür konstant olacaqdır. Yəni, xətti asılı olan bir qrafik olmayacaqdır. Dedi gəlmişkən, mən 6 üstə gəl 5 dəni nümunə üçün özümdən yazdım, əziz abituriyentlər. Yəni, ikinci variant burada səhv olacaq. Mən sabit qrafik alıram. 2T0 anında induksiya cərəyan istiqaməti dəyişir. 2T0 anına qədər fikir verin, cərəyan şiddəti artırdı. Cərəyan şiddəti artırsa, deməli induksiya cərəyanı artanın əksi istiqamətində yaranır. 2T0-dan sonra isə mənim dövrəmdən axan cərəyan şiddəti azalır. Cərəyan şiddəti azalırsa, induksiya cərəyanı onu artırmağa, yəni əks istiqamətdə, yəni bizim öz cərəyanımızın istiqamətində axmağa başlayacaq. Bəli, 2T0 anında induksiya cərəyanı istiqamətini dəyişəcək. 3 okeydir. Dördüncüdə 2T0, 3T0 aralığında EHG-nin modulu ən kiçikdir. EHG-nin modulunu necə taparsınız? EHG-nin modulu bərabərdir. L vurulsun, delta I bölünsün, delta T. Fikir versəz 2T0 aralığında, yəni bu aralıqda mənim cərəyan şiddətimin dəyişmə qiyməti, baxın, bu hissəyə uyğun, Şaquli hissəyə uyğun götürülür. Yəni burada cərəyan şiddətinin dəyişməsi daha böyükdür. Nəinki T0, 2T0-da, yəni bu aralıqda cərəyan şiddətinin dəyişməsi daha kiçik olur. Yəni üçüncüdə EHG-nin ən kiçik modulun ən kiçik olduğunu deyir 2T0, 3T0 aralığında, amma bu yanlış cavabdır. Orada cərəyan şiddətinin dəyişməsi daha böyükdür. Zaman intervalları isə hər ikisində eyni olur fikir versəz. Yəni 3, 4-cü doğru deyil. 5-cidə 2T0, 3T0 aralığında maqnit seli azalır. Maqnit seli bərabərdir induktivlik vurulsun cərəyan şiddəti. 2T0, 3T0-da cərəyan şiddəti azaldığı üçün maqnit seli azalacaq. Bəli, cavab burada 1, 3, 5 kimi seçilməli idi. Bu oldu birinci sual. İkinci sualımıza baxaq. Sxem şəkildəki kimi verilmiş dövrədən ibarətdir. Burada hansı lampalar yanar? Burada qütblərə baxmaq lazımdır. Fikir verin, mənim dövrəmdə batareyanın qütbləri müsbət və mənfi verilib. Burada deməli yarımkeçici diod var və vakuum diodu var. Yarımkeçici diodda qütblər necə qoyulur? Fikir verin, belə bir diod olsa, diodun bu hissəsi P tip, yəni pozitiv, bu hissəsi isə N tip yarımkeçici ilə aşkarlanır. Deməli uşaqlar, bu hissələr pozitiv olacaq, bu hissələr negativ, bu hissələr pozitiv, daha doğrusu bu hissələr negativ olacaq, bu hissələr pozitiv olacaq. Buradan bu hissələr pozitiv, bu hissə negativ olacaq. Vakuum diodunda isə burada qızdırıcının qoşulduğu hissəyə katod deyəcəm. Yəni bu hissə olacaq negativ. Bu hissəsi isə anod olacaq. Yəni bu hissəsi olacaq pozitiv. İndi uşaqlar, məntiq budur ki, negativ qütblə negativ qütbü birləşdirməliyəm. Pozitiv qütb isə pozitiv qütbə birləşməlidir. İndi fikir versəz, məsəl üçün birinci lampada bir lampanın qoşulduğu diodun müsbət qütbü sol tərəfdən fikir verin.
mənbənin mənfi qütbünə birləşib. Düzdürmü? Müsbəti mənfiyə qoşa bilməyəcəyimə görə birinci hissədən cərəyan şəti axmaz. İkinci lampada isə ikinci lampanın qoşulduğu diodun soldakı mənfi hissəsi, bəli, bateriyanın da soldakı mənfi hissəsinə qoşulub. İkinci okeydir. Ə, Əgər biz buradan vakuum dioduna baxsaq, yəni üçüncüyə baxsaq, üçüncüdə sağdakı müsbət qütb, bəli, gəlib mənbədə də sağdakı müsbət qütbə qoşulub. Üçdə də bir problem yoxdur. Dördüncü hissədə isə diodun sağdakı mənfi qütbü mənbənin sağdakı müsbət qütbünə qoşulub. Bu isə ola bilməz. 4-dən də cərəyan şiddəti keçməz. Cərəyan şiddəti burada 2 və 3-dən keçməli idi. Bu oldu ikinci sual. Deməli, vaxt itirmədən üçüncü suala baxaq. Üçüncü sualda bir güzgünün üzərinə şəkildəki kimi müəyyən bir işıq düşür və bu işıq qayıdaraq iki güzgüsünün üzərinə düşəcək. Güzgülər arasındakı alfa bucağı nə qədər olmalıdır ki, ikinci güzgünün üzərinə düşən şüa geri qayıtsın. Öz yolu ilə geri qayıtsın. İndi uşaqlar, birinci güzgünün üzərinə fikir verin. Düşən nöqtədən mən bir perpendikulyar endirirəm ki, düşmə bucağını və qayıtma bucağını taxım. Perpendikulyar endirdim uşaqlar. Bu 90 dərəcə olduğundan, bura 40 olduğuna görə bura olacaq 50 dərəcə. Uşaqlar, bura 50 dərəcədirsə, onda burada 50 dərəcə olur. Avtomatik, çünki düşmə bucağı qayıtma bucağına bərabərdir. Düşmə və qayıtma bucağı normalla düşən və qayıdan şüalar arasında olan bucaq olur. Avtomatik uşaqlar, buranın 90 dərəcə olduğundan bura olacaq 40 dərəcə. Uşaqlar, düşən şüa öz yolu ilə qayıtması o deməkdir ki, bu düşən şüa normal üzərində düşsün. Yəni düşən şüa ilə normal arasında olan bucaq 0 dərəcə olmalıdır. Yəni biz əgər hər hansı bir səthə perpendikulyar şəkildə işıq salsaq, bu işıq eyni bucaq altında da, yəni gəldiyi yolla daha doğrusu qayıdacaq. Yəni bu 90 dərəcə ilə qayıtmalıdır. Buranın 90 dərəcə olması şərti bizə onu deyir ki, bu alfa bucağı artıq neçə dərəcə olsun? 50 dərəcə. Çünki burada düz bucaqla iki bucaq yaranır və bu alfa olur 50 dərəcə. Yəni hər hansı bir səth üzərinə perpendikulyar işıq göndərsəz, həmin şüa öz yolu ilə qayıdacaq. Cavab olur 50 dərəcə. Deməli, növbəti suala baxaq. Dördüncü sualda qeyd edilir ki, hansı elementin nüvəsini protonla bombardman etdikdə oksigen 816 izotopu və bir alfa zərrəciyi alınır. Mən hər hansı bir X elementi götürüm. Bu X elementini protonla bombardman etmək o deməkdir ki, kimyəvi olaraq X elementi üstəgəl proton 1 elementini yazıram. Protonun kütlə ədədi 1, yük ədədi pozitiv 1 olacaq və buradan reaksiyamızdan nə alınır? Oksigen 816 və plus alfa zərrəci alınacaq. Alfa zərrəci uşaqlar helium atomudur. Mən bunu helium 2, 4 kimi də yaza bilərəm. Alfa 2, 4 kimi də yaza bilərəm. Bundan sonra isə artıq kütlə və yük ədədinin, daha doğrusu kütlə ədədi və yükün saxlama qanunundan istifadə edəcəm. Yəni fikir verin. Reaksiyanın sağ tərəfində kütlə ədədimə baxsam, 16 və 4, kütləm 20-dir. Deməli, burada sol tərəfdə kütlə cəmi 20 olmalı idi. Burada 1 var, deməli, bura 19 düşəcək avtomatik. Yük dəyərlərinə baxsaq, burada sağ tərəfdə 8, 2 yük dəyəri 10-dur. Sol tərəfdə burada 1 olduğuna görə tarazlığın yaranması üçün bura 9 atmalıyım. Yəni 9, 19 bu E variantı flyordur. Səhv eləmirəmsə bu atom, yəni 9, 19 uyğun gəlir. Bu oldu dördüncü sual. Beşinci suala baxaq. Radiusları R, 2, 3R olan disklər bir-birlə qayışla birləşdirilib. Kiçik diskin fırlama tezliyi 360 dövr bölü dəqiqə olarsa, böyük diskin fırlama tezliyini tapın. Birinci dəfədə bu fırlama tezliyini 360 dövr bölü dəqiqəni saniyəyə çevirmək üçün bu altdakı dəqiqənin əvəzinə 60 saniyyə yazıram. Yəni buradan 6 saniyə üstü mənfi 1-i tapın birinci. Uşaqlar, qayışla bağladığıma görə qayışın bağlandığı bütün nöqtələrin sürətləri bərabərdir. Yəni birinci diskdə hər hansı bir nöqtə götürsəm, həmin nöqtənin sürəti ikinci diskin üzərində olan, qayışın üzərində olan bu sürətə bərabər olacaq. V1 bərabərdir V2 yazıram. Sürətin tezliklə olan düsturlarını yazacağım indi. Birinci üçün yazıram 2pi. Birincinin radiusu R1-dir. Vurulsun birincinin tezliyi N1-dir. Bərabərdir 2pi. İkincinin radiusu R2-dir, ikincinin tezliyi N2-dir. Heç bir formul və düstur əzbərləmədən özüm çox rahatlıqla düsturu çıxardıram. 2 pilər ixtisar gedir uşaqlar burada. İndi isə R1-in əvəzinə qoyacağım R. R vurulsun N1-in əvəzinə qoyacağım 6. R vurulsun 6 bərabərdir. R2-in əvəzinə 3R, N2-in əvəzinə bilmirəm. Onu indi özüm tapacağım. R-lər ixtisar gedir uşaqlar buradan. N2-ni tapmaq üçün 6-nı 3-ə bölürəm. N2 bərabər olur 2. Saniyə üstü mənfi 1-ə. Qutardı, getdi. Çalışın ki, siz də formullardan formula əzbərləməkdən qaçın, özünüz isbat edin. 6-cı sual. Bilcins elektrik sahəsində hansı zərrəcik potensialı böyük olan nöqtədən kiçik olan nöqtəyə getdikdə kinetik enerjisi azalır? Uşaqlar, bilcins elektrik sahəsi çəkək. Bilcins elektrik sahəsində sahənin bütün nöqtələrində elektrik intensivliyi bərabər olacaq. Elektrik intensivlik xəttləri müsbət platadan mənfi plataya doğru
yönəlir. Burada potensialı böyük olan nöqtə uşaqlar, yadda saxlayın, müsbət plataya yaxın olan nöqtələrin potensialı böyük olur. Yəni mən birinci nöqtəni, potensialı böyük olan nöqtəni müsbət plataya yaxın qoyacağam. Potensialı kiçik olan nöqtəni isə mənfi plataya yaxın qoyacağım. Yəni burada Fi1-in potensialı Fi2-nin potensialından daha böyükdür. İndi buradan zərrəciklərə baxaq. Yəni mənim cismim, daha doğrusu zərrəciyim birinci nöqtədən ikinci nöqtəyə gedəcək. Sürət vektoru bu istiqamətdə yönəlir. Proton götürsəm uşaqlar, müsbət zərrəcik götürsəm, siz bilirsiniz ki, sağda olan mənfi plata protonu özünə tərəf cəzb eləyəcək. Burada sürət və qüvvə eyni istiqamətdə olduğu üçün bu yeyinləşən hərəkətə uyğun olacaq. Yeyinləşən hərəkətdə mənim kinetik enerjim artacaq və potensial enerjim azalacaq. Yəni bir də məndə deyir ki, kinetik enerji azalsın. Yəni bir deyil. Bir ola bilməz. İkinci, pozitron olsa. Uşaqlar, pozitron beta mənfi müsbət 1 0 elementidir. Yəni bu da müsbət zərrəcikdir. Müsbət zərrəcik olduğuna görə protona aid dediklərim ona da aid olacaq. Yəni sürət yenə də 1-dən 2-yə, mənfi plata yenə pozitronu özünə tərəf cəzb eləyəcək. Bu da yeniləşən hərəkətə aid olacaq. Pozitron da deyil. Alfa zərrəciyi uşaqlar, alfa zərrəciyi də 2-4 helium atomuna uyğundur. Bu da müsbət yüklü zərrəcikdir. Bu zərrəcik üçün də eyni sözləri deyəcəyik. Yəni də qüvvə və sürət eyni istiqamətdə yönəldiyi üçün bu işin müsbət olduğu, yəni yeniləşən hərəkətə aid olacaq. Elektronu qoysam əgər uşaqlar, elektron mənfi yüklü zərrəcikdir. Baxın, elektronu təsəvvür edin ki, bura qoyuram, mənfi yüklü zərrəcikdir. Elektron 1-dən 2-yə getdikdə uşaqlar, sağ tərəfdə olan mənfi plata elektronu əks istiqamətdə itələyəcək. Burada sürət və qüvvə fikir verin, əks istiqamətdə olduğuna görə bu yeyinləşən yox, yavaşlayan hərəkət olacaq. Sürəti də niyə 1-dən 2-yə çəkdim, onu bildiniz. Çünki böyük olan potensiallı nöqtədən kiçik potensiallı nöqtəyə yönəlir sürət. Burada yavaşlayan hərəkəti, yəni kinetik enerjinin azalan hərəkətini elektron yaşayacaq. Bu oldu 6-cı sualın izahı. 7-ci suala baxaq. Uşaqlar, İplə bağlanmış M2, M kütləvi cisimlər F qüvvəsinin təsiri ilə A təcili ilə hərəkət edirlər. İpi kəsdikdə onların təcilləri nəyə bərabər olar? Uşaqlar, sistemi F qüvvəsi irəliyə doğru dartır. Heç bir sürtünmə qüvvəsi yoxdur. Belə olduqda sistemin əvvəlki təcili bərabər olur. Sistemə təsir edən əvəzləyici qüvvə. Burada heç bir başqa qüvvə yoxdur F-dən başqa. Bölünsün sistemin kütləsi. Sistemin kütləsi nə olacaq? M üstəgəl 2M, yəni 3M. Yəni uşaqlar, bu ipi buradan kəsdikdən sonra artıq M2 kütləli cisim yalnız F qüvvəsinin təsiri ilə hərəkət edəcək. Bu düsturun da çıxarılışı uşaqlar burada gərilmə qüvvəsini götürülərək olur. O hissələrini biz dərsdə isbat eləmişik. İndi artıq F qüvvəsi ancaq M2-yə təsir edir. Yəni M2-nin özünün ayrıca təcili bərabər olacaq. F qüvvəsi bölünsün 2-yə. Çünki artıq F-in təsiri, F yalnız M2-yə təsir edir. İkincinin təcillinə fikir verin uşaqlar. Əvvəl təcil F bölünsün 3M idi. İndi təcil oldu F bölünsün 2M. Yəni buradan məxrəc 1,5 dəfə azalıbsa, deməli ikincinin təcili 1,5 dəfə artıb. Yəni ikincinin təcili bərabər olacaq. Əvvəlki təcil vurulsun 1,5. Buradan C variantı görünür artıq. Bəs birincinin təcili uşaqlar ip kəsildikdən sonra birinci heç bir qüvvə təsir eləmədiyi üçün birinciyə təsir edən əvəzləyici qüvvə olur 0, birincinin təcili olur 0. Qurtardı getdi. Cavab olur C variantı. Bu cisimlərin sürət zaman qrafiklərini əgər çəkmək lazım olsa, ilk halda uşaqlar hər iki cisim yeyinləşən hərəkət edirdi. Çünki təcilləri vardı. Yəni hər iki cismin sürət qrafiki yeyinləşən, sıfırdan uzaqlaşan formada olur. Amma ip kəsildikdən sonra birinci cisim artıq heç bir qüvvə təsir eləmədiyi üçün bərabər sürətdə gedir. Bu birinci cismin qrafikidir. Öz yığdığı sürətlə bərabər sürətdə gedir. İkinci cisim isə uşaqlar daha böyük təcillə yeyinləşən gedəcək. Yəni sürət daha kəskin artacaq əvvəlkinə nəzərən. Bu da olur ikinci cismin sürət zaman qrafiki. Bu oldu 7-ci sualın detallı və geniş izahı. 8-ci suala baxaq. Dayaq üzərinə qoyulmuş bir cins çubuqlar tarazlıqdadır. Çubuqların kütlələri arasında olan münasibəti tapmağımızı istəyir. Uşaqlar, bir cins çubuqlar dedikdə özünüzü itirmirsiniz. Şəkil biraz qəribə görünsə də bir cins çubuqların kütlələri və ağırlıq mərkəzləri olduğunu bilirsiniz. İndi ağırlıq mərkəzini də siz tam olaraq kütlənin tən ortasından, yəni ümumi uzunluğun tən ortasından götürəcəksiniz bir cins bir hal üçün. İndi M2 kütləli cisim üçün baxsaq, M2-də 3 damanın olduğunu görürsünüz. 3 damanın geometrik olaraq tən ortası uşaqlar düşəcək hara tam bu nöqtəyə düşəcək. Yəni 1,5-ə düşəcək. Düzdürmü? 3-ü böldüm 2-yə. Yəni bura 1,5-dir. Uşaqlar burada 1,5-dir, düzdürmü? Buranı mən 1 götürsəm, bu damanı 1 götürsəm və buranın da 1,5 olduğunu desəm, onda bu kütlənin ağırlıq mərkəzinin dayaqdan olan məsafəsini siz artıq 0,5 olduğunu görürsünüz. Mən buradan qüvvə momentlərini yazacağam. Yəni birincinin kütlə mərkəzindən aşağıya M2C ağırlıq qüvvəsi var. İkinci üçün uşaqlar fikir versəz 4 dama var. Kütlə mərkəzi tən ikinciyə düşür. Buradan aşağıya doğru bir ağırlıq qüvvəsi var. Yazıram bura M1C yazıram və bu kütlənin
daha doğrusu ağırlıq mərkəzinin tətbiq olunduğu nöqtədən dayağa qədər olan məsafənin mən bir dam olduğunu görürəm birinci cisim üçün. İndi qüvvə momentlərini yazsaq. M2 kütləli cismin ağırlıq qüvvəsi, yəni M2J vurulsun M2J-nin təsir etdiyi nöqtədən, yəni ağırlıq mərkəzindən dayağa qədər olan məsafə, yəni 0,5 bərabərdir. M1J vurulsun. M1J nə qədər uzaqdaydı dayaqdan? Yəni M1-in ağırlıq mərkəzi bir dama uzaqdaydı. Qurtardı getdi uşaqlar. J-lər ixtisar gedir. M2-ni M1-ə bölmək nə deməkdir? 0,5 getsə sağ tərəfə 1 bölü 0,5 və buradan 2 çıxacaq. Cavab olur ki, uşaqlar. Göründüyü kimi, yəni sizin bildiyiniz məntiqdə aslında kütlə mərkəzini tapdım sadəcə. Bu oldu 8-ci sual. Uşaqlar, 9-cu suala baxıram. Udulan fotonun enerjisi elektronların metaldan çıxış işindən 5 dəfə böyük olduqda fotoelektronların kinetik enerjisi 12 elektron volt olmuşdur. Çıxış işini tapın. Uşaqlar, mənim göndərdiyim fotonun enerjisi bərabərdir çıxış işi topla maksimal kinetik enerji. İndi buradan görün nə deyir? Udulan fotonun enerjisi elektronun metaldan çıxış işindən 5 dəfə böyük olarsa. Yəni ki, uşaqlar, udulan fotonun enerjisi çıxış işindən 5 dəfə böyükdür. Yəni fotonun enerjisinə 5 açıq yaza bilərəm mən. Bərabərdir. Açıq üstəgəl kinetik neçə verib? 12 elektron volt olduğunu deyir. Kinetik 12-dir. Açığı sol tərəfə alsam 5 açıq A eləyəcək 4 açıq bərabərdir 12. Açıq buradan neçə çıxacaq? Açıq olacaq 3 elektron volt. Açıq 3 elektron voltdursa onda mənim göndərdiyim fotonun enerjisi nə qədər olacaq? 5 vur 3, yəni 15 elektron volt. Məndən çıxış işini istəyirdi. Çıxış işi 3 elektron volt olacaq. Bu oldu 9. 10-cu suala baxıram. 10-cu sualda x oxu istiqamətində hərəkət edən cismə təsir edən qüvvənin proyeksiyasının zamanı hansı qrafik verilib, hansı halda cismin kinetik enerjisi azalmışdır. Kinetik enerjinin azalması üçün cisim yavaş hərəkət etməlidir. İndi ilkin halda x oxu istiqamətində gedir mənim cismim, yəni sürəti x oxunun müsbət istiqamətində yönəlib. İndi qüvvənin 0-1 aralığında x oxu üzərindəki qiyməti müsbətdir. Yəni qüvvə də müsbət tərəfə yönəlib. Belə olduqda bu cisim yeyinləşən hərəkət eləyəcək. Yəni kinetik enerjisi artacaq. İndi ikinci halda T1 T2 aralığına baxsaz, T1 T2 aralığında da cismin x oxu üzərindəki qüvvəsi müsbət istiqamətdədir. Yəni T1 T2 aralığında da qüvvə və sürət eyni istiqamətdə olduğuna görə bu cisim hələ də yeyinləşən gedir. Yəni kinetik enerji artır. T2 T3 aralığında cismə heç bir qüvvə təsir eləmir. Yəni cisim artıq burada bərabər sürətdə gedəcək. Yəni sürəti x istiqamətindədir və bərabər sürətdə gedir. Kinetik enerjisi dəyişməz. T3 anında isə cismin x oxu üzərindəki qüvvəsinin proyeksiyası mənfi verilir. Fikir verin, yəni mənfi istiqamətdə olacaq. Qüvvə və sürət mənfi istiqamətdədirsə, bu yavaşlayan hərəkətə uyğundur və belə hərəkətdə cismin kinetik enerjisi azalar. Cavab T3 və T4 aralığı. Bu oldu 10-cu sual. 11-ci sualda hamar üfüqi səthdə 4M kütləli araba 5V sürəti ilə hərəkət edərkən, deməli uşaqlar, mənim bir 4M kütləli cismim var və bu 5V sürəti ilə üfüqi hərəkət edir. M kütləli plastilin şaquli istiqamətdə, M kütləli bir plastilin var burada, şaquli istiqamətdə V sürəti ilə arabanın içərisinə dəyərək yapışır. Yəni V sürətlə aşağı düşür. Toqquşmadan sonra onların birlikdə sürəti nəyə bərabər olar? İndi uşaqlar, toqquşmadan sonra onlar birlikdə hərəkət edirlərsə, artıq bu qeyri-elastiki toqquşmadır. Yəni M kütləsi vardır, düşür 4M kütləli arabacığın içərisinə, birlikdə kütlələr olur 5M və bunlar x oxu üzərində Vx sürəti ilə hərəkət edirlər. İndi fikir versəz uşaqlar, məndə impulsun saxlanmasına görə məndə ilk impuls bərabər olmalıdır son impulsa, düzdürmü? İndi əgər fikir versəz, mənim x oxu üzərində olan impulsumu görürəm mən. Yəni x oxu üzərində olan 4M kütləli cismin əvvəlki impulsu nəyə bərabərdir? Əvvəlki impuls. Çünki M kütləli cismin x oxu üzərində impulsu yoxdur. O şaquli hərəkət eləyir. Mən x oxu üzərində impulsun saxlanmasına baxıram. Çünki cisim sonda x oxu üzərində hərəkət eləyib. Yəni y-də heç bir dəyişim yoxdur. Birinci halda impuls olacaq 4M vurulsun 5V bərabərdir. Yenə deyirəm, M kütləli cismin x oxu üzərində impulsu yoxdur. Amma sonradan cisimlərin birlikdə x oxu üzərində impulsu var. Bu da olacaq 5M vurulsun Vx. M-lər buradan ixtisar gedəcək, 5-lər də ixtisar gedəcək. Mən Vx üçün, son sürət üçün alacağım 4V. Yəni cisimlər birlikdə 4V sürəti ilə sağ istiqamətdə x oxu üzərində hərəkət edəcək. Bu oldu 11-ci sual. 12-ci suala baxıram. Daha doğrusu sərtlik əmsalı 300 Newton/m olan yaya bağlanmış harmonik rəqs edən cismin yer dəyişməsinin zaman hansıdır? Tənliyi
qrafiki verilmişdir. Bu cismin kinetik enerjisinin zamandan asılılıq qrafikini çəkin və yaxud müəyyən edin. Uşaqlar, kinetik enerji nədir? Kinetik enerji bərabərdir mv kvadrat bölünsün 2. Yəni kinetik enerjinin qrafiki sürətin qrafiki ilə uyğun olacaq. İndi uşaqlar, sürətin qrafikini necə mən bilə bilərəm? Məndə koordinatın qrafikini verib, koordinatın qrafikini gəlin analiz eləyək. Koordinatın qrafiki ya sinus ya kosinus qanunu ilə dəyişəcək. Hər hansı bir qiymətdən başlayıb dəyişirsə, harmonik funksiyanın qrafiki, bu kosinusun qrafikidir. Fikir verin, mənim burada maksimal amplitudum xm-im 20 kimi verilib. 20-ni çevirirsiniz əvvəlcə metrə, santimetr verilib, yəni 0,2 metr. Yəni xm bəllidir məndə. Vurulsun, uşaqlar kosinus qanunundan dəyişdiyi üçün yazıram kosinus omega t. Düzdürmü? İndi mən sürəti bilmək üçün, sürətin qrafiki necə olacaq? Sürəti tapmaq üçün koordinatın birinci tərtib törəməsini tapıram. Xm qalır yerində burada sabit kəmiyyətdir. Vurulsun. Kosinusun törəməsi mənfi sinusdur. Bura bir mənfi atıram. Mənfi sinus omega t. Və omega t-nin də özünün törəməsini tapıram. Omega gəlir qabağa. Baxın, belə bir ifadə aldım. Düzdürmü? İndi uşaqlar, sürətin qrafiki bu cür verilib. Mən kinetik enerji tapmaq üçün sürəti kvadrata yüksəltməliyəm. Düzdürmü? Bunu kvadrata yüksəldəndə bu mənfi işarəsi itir. Yəni təxminən kinetik enerjinin qrafiki olacaq sinus kvadrat omega t-nin qrafiki, düzdürmü? Kinetikin qrafiki olacaq sinus. Uşaqlar, sinusun qrafikini necə çəkəcəm mən? İndi fikir verin. Sinusun qrafiki sıfırdan başlayır. Və sıfırdan başlayır, bu cür dəyişir. Sadəcə məsələ burasındadır ki, kvadratın ən kiçik qiyməti sıfır olduğuna görə bu qrafik mənfi hissəyə düşməyəcək. Yəni mənfi hissədə normalda sinusun qrafiki baxın belə olur. Baxın belə olur sinusun qrafiki. Normalda belə olur. Aşağıda çəkdiyim hissələri də nəzərə almalıyım. Amma burada kvadrat olduğuna görə aşağıda olan hissələr çevriləcək müsbət tərəfə doğru. Çünki onların da kvadratını alacağım. Baxın, kinetik enerjinin təxminən qrafiki bu cür olacaq. Bəs kinetik enerjinin mən maksimal qiymətini necə tapa bilərəm? Uşaqlar, kinetikin maksimal qiyməti elə potensial enerjinin maksimal qiymətidir. Bu da tam enerjiyə bərabərdir, düzdürmü? Deməli, potensialın maksimal qiymətini tapacaqsınız. Bu xm kvadrat bölünsün 2-dir əziz abituriyentlər. K-nın qiyməti 300-dür. 300 vurulsun. Xm-in kvadratı, yəni 2 bölünsün 10'un kvadratı nə eləyəcək? Və 0-dan %4 eləyəcək, bölünsün 2. Yəni uşaqlar, buradan nə alacağım? 3 vurulsun 4, 12. 12 bölünsün 2, 6. Yəni kinetikin maksimal qiyməti üçün 6 alacağım. Qutardı, getdi uşaqlar. Bəs buradan periodu necə tapa bilərəm mən? Fikir versəz, maksimal koordinata uyğun 4 tamamlanmış hərəkət məndə period qədər keçən vaxta uyğundur. Yəni 4 xm qədər yol getməliyəm. Mən birinci fikir verin, buradan sayacağım mən də. Baxın, birinci hərəkət, ikinci hərəkət, üçüncü hərəkət və dördüncü hərəkət. Baxın, period 4 dəfə xm qədər məsafə getdikdən sonra keçən vaxtdır. Mənim periodum 4 saniyədir. Eynisini burada da yazacağım. Yəni birinci hərəkət, ikinci hərəkət, üçüncü hərəkət və dördüncü hərəkət. Fikir verin, period bu nöqtəyə düşəcək. Burası olacaq 4. Bu da oldu 12-ci sualın geniş və ətraflı izahı. İndi uşaqlar, keçirəm 13-cü suala. 13-də nə deyir? Rəqs konturunda kondensatorun gərginliyi maksimum olan anda hansı fiziki əməliyyatların qiyməti sıfıra bərabər olar? Bir rəqs konturu çəksək burada, bir kondensatorun var, bir də induktivliyim var uşaqlar. Deməli uşaqlar, kondensatorun gərginliyinin maksimal olduğu halda məndə burada elektrik sahəsinin enerjisi maksimal olacaq. Çünki elektrik sahəsinin enerjisi nədir? CUM kvadrat bölünsün 2, düzdürmü? Tutum sabitdir, tutum dəyişməz uşaqlar heç vaxt. Həmçinin burada induktivlik də sabit olacaq. UM, yəni gərginlik maksimal olduqda elektrik sahəsinin enerjisi maksimal olur və tam enerjinin saxlanmasına əsasən rəqsi hərəkətdə elektrik sahəsinin enerjisi üstə gəl, maqnit sahəsinin enerjisi yazsam, elektrik sahəsinin enerjisi maksimal olanda tam enerjinin saxlanmasına əsasən maqnit sahəsinin enerjisi minimum olur. Və maqnit sahəsinə aid olan bütün parametrlər də minimuma düşür. Və məsələn, maqnit sahəsinin əvəzinə yazsam, L kvadrat bölünsün 2. Maqnit sahəsinin enerjisi ən azdırsa, onda cərəyan şiddəti avtomatik qaz olacaq. İndi buradan saraycın induktivliyi dəyişməz. O heç. Kondensatorun yükü. Gərginlik maksimaldırsa, onda yük bərabərdir. COM-ə əsasən gərginlik maksimaldırsa, yük də maksimaldır. 2 okeydir. Maqnit sahəsinin enerjisi o uşaqlar minimal olur. 3'ü silirəm. Rəqs konturunun tam enerjisi o da sabit qalır. Yəni burada sıfıra bərabər olanlarını istəyirdi. Maqnit sahəsinin enerjisi bəli, burada sıfıra bərabər olacaq. Çünki biri maksimaldırsa, elektrik maksimaldırsa, onda maqnitin enerjisi sıfıra bərabər olar. Digər kəmiyyətlər isə tam enerjisi də burada sabit qalacaq. Deməli, burada kondensatorun yükünü maksimal olaraq mən qeyd elədim. Onu da burada yazaq qabağında. Yəni, mən sıfır olanı istəyir. Mən isə hamısını analiz elədim. Bu oldu 13-cü sual. 14-cü suala baxıram, abituriyentlər. Deyir ki, cisim daşıma səviyyəsinə qədər su ilə dolu bir qaba salındıqda müəyyən qədər su ikinci qaba töküldü. Cisim mayenin səthində tarazlıqda olduğu halda hansı ifadələr doğrudur? Uşaqlar,
İkinci qaba tökülən suyun həcmi cismin həcminə bərabərdir. Uşaqlar, yadda saxlayın. Cisim bu qaba salındığı vaxt hansı həcmdə batıbsa, həmin həcm qədər bura maye töküləcək. Yəni buradakı suyun həcmi batan hissənin həcminə bərabərdir. Cismin həcminə yox. Yəni birinci cavabı üstündən xətt çəkirəm. Cismə təsir edən ağırlıq qüvvəsi Arximet qüvvəsinə bərabərdir. Aşağıya doğru mc ağırlıq qüvvəsi var, yuxarıya doğru F Arximet qüvvəsi var və tarazlıq şərtinə görə mc ağırlıq qüvvəsi bərabərdir Arximet qüvvəsinə. Üzən cisimlər üçün həmişə doğrudur. İkinci okeydir. Cismin sıxlığı suyun sıxlığından kiçikdir. İndi uşaqlar, cisim burada suyun səthində üzdüyünə görə cismin sıxlığı suyun sıxlığından kiçik olacaq. Yəni burada rho maye böyük olacaq rho cisimdən. Cismin sıxlığı mayenin sıxlığından böyük olduğunda isə cisim burada suyun dibinə çökərək qalır. Uşaqlar, burada daşan suyun çəkisi üçün bir ifadə yazsam, P bərabərdir kütlə vurulsun R. Suyun kütləsi üçün yazacağam. Suyun sıxlığı maye töküldüyü üçün yazaram rho maye vurulsun həcm V batan vurulsun J. Fikir verin, daşan suyun çəkisi Romaya və batan J, yəni Arximet qüvvəsinə bərabərdir əslində. Bu da məlumat olaraq verilsin sizə. Bu oldu 14, keçirəm 15-ə. 15-də doyan su buxarı üzərində gedən proseslərdən danışır bizim üçün. Hər iki prosesi gəlin analiz edək. Məsəl üçün, birinci prosesdə sıxlığın sabit, həcmin azaldığı bir prosesdir. Yəni burada bir qab götürsək, konteyner götürsək, içərisində müəyyən qədər su buxarı olsa və maye olsa, uşaqlar, mən bu konteynerdə pistonu aşağı salsam, yəni həcmi azaltsam nə baş verəcək? Buradakı molekullar başlayacaq sıxlaşmağa, yəni buradakı həcm azaldığına görə molekullar sıxlaşdığı üçün daha qatı bir aqreqat halına keçəcəklər və kondensə olacaqlar. Yəni birləşib mayeyə çevriləcəklər. Yəni belə olduğu halda uşaqlar temperaturun konstant olduğu hal müşahidə edilir. Çünki temperatur dəyişsəydi buradan maye buxarlanardı. Temperatur sabit qalır və həcmi aşağı saldıqca buxar molekulları mayeyə çevrilir. Yəni buradan sıxlıq bərabərdir m bölü v-yə əsasən buxarın kütləsi azalır, həcm də azaldığı üçün iki azalan kəmiyyət olduğuna görə sıxlıq ona görə burada sabit qalır. Yəni burada temperatur konstant qalır, buxarın kütləsi azalır. Hələ ki bu datalar var əlimdə. İkinci qrafikə baxsaq, sıxlıq kvadratik azalır temperaturdan asılı olaraq. Bu qrafik nəyi bildirir bizə? Bu qrafikdə isə temperaturu aşağı salırlar. Burada yenə də buxar var, su buxarı var və burada da maye var uşaqlar. Temperaturu aşağı saldıqda buradakı buxar molekullarının enerjisi azaldığına görə onlar bir-birinə yaxınlaşıb daha qatı bir hala keçirlər. Yəni aqreqat hallarını dəyişirlər. Maye çevrildikləri üçün bu maye su buxar molekulları başlayacaq kondensə eləməyə və mayelik çevrilməyə. Burada da buxarın kütləsi azalır avtomatik uşaqlar. Bura bərabərdir m bölü v-yə əsasən həcm sabitdir. Buxarın kütləsi azaldığına görə burada sıxlıq azalıb. Burada da temperatur da azalıb, onu da görürəm. Uşaqlar, indi buradan variantlara baxsaq, fikir verin. Birinci ortaq variantları seçməyə çalışacağım. Buxarın kütləsi azalır, okey. Və ideal qaz qanunlarına tabe deyil. Hər ikisi tabe deyil. Yəni 2-4 burada ortaq cavab olacaq. Üçüncüyə fikir versəz, molekulların orta kinetik enerjisi dəyişmir. Birincidə temperatur konstant qaldığına görə orta kinetik enerji 3 bölü 2 KT olduğuna görə dəyişməyəcək. Yəni üçüncü də burada birinci punktə aiddir. Avtomatik cavabın A variantı olduğu çıxılır. İkinciyə də 1-5 aid olur. Təzyiq azalır. Təzyiq burada niyə azalır uşaqlar? P bərabərdir əgər NKT yazsan, temperaturun azalmağından təzyiqin azaldığını görürsünüz. Həmçinin konsentrasiya da burada M bölü V-dir. Həcm sabitdir. Buxar molekullarının sayı azaldığı üçün konsentrasiya da azalır. Burada da təzyiq kvadratik azalacaq. Və bir də 5 var, konsentrasiya azalır. Bəli, bu da ikinciyə aiddir. Onu da buradan isbat elədik. Bu oldu 15-in daha doğum və fikir verin, heç bir qayda əzbərləmədən sadəcə hamısını formula isbat elədim sizin üçün. Bu oldu 15. 16-ya baxıram. İki kondensatorun elektrik yükünün gərginliyi hansısa qrafik verilib. Bu kondensatorları paralel birləşdirdikdə ümumi tutum nə qədər olar? Paralel birləşmək üçün C paralel yazsam C1 üstəgəl C2 ilə ümumi tutumu tapıram mən. Bunu da dərslərimizə biz isbat eləmişik. Deməli uşaqlar, buradan tutumlar lazımdır mənə. Tutumu necə taparam? Q bölünsün U ilə taparam. İndi birinci halda, birinci nöqtədə mənim Q elektrik yüküm 20-dir, gərginliyim 50-dir. Yəni birinci halda yazıram 20 bölünsün 50. İkinci halda yazıram. İkincinin yenə də elektrik yükü 20-dir. Gərginliyi isə 100-ə bərabərdir. Sadəcə bu iki ədədi toplamalısınız ümumi tutumu tapmaq üçün. Bunu isə sizin öhdənizə buraxıram. Bu oldu 16-cı sualın izahı. 17-yə baxıram. 17-ci sualda sxemi verilmiş dəyişən cəryan dövrəsində ampermetrin göstəricini artırmaq üçün. Ampermetrin göstərişi uşaqlar, ampermetrdən
burada təsir edici cərəyan şiddəti keçir. Cərəyan şiddətinin təsir edici qiyməti keçir. Yəni bunu necə hesablayaram mən? I təsir edici bərabərdir U təsir edici bölünsün ümumi müqavimət, yəni impedans müqaviməti. Bura Z yazıram. Impedans müqavimətini bu cür tapıram əziz abituriyentlər. Təsir edici qiymət bölünsün R kvadrat üstə gəl XL çıxılsın XC kvadratdır. Ümumi halda bu cür tapıram. İndi məndə induktivlik yoxdur göründüyü kimi. Yəni burada cərəyan şiddəti olacaq. U təsir edici bölünsün. R kvadrat üstə gəl. Nə yazacağam? Deməli, L olmadığına görə XC-nin kvadratını yazacağam ancaq. Yəni XC kvadrat baxın bu cür olacaq. İndi uşaqlar buradan U təsir edicinin qiyməti nəyə bərabərdir? U təsir edici bərabərdir UN bölünsün kökdə 2. Yəni bu sabit kəmiyyətdir. Sürətlə bağlı problemim yoxdur. Rezistoru qızdırmaq. Rezistoru qızdırsam, rezistor metaldan ibarət olduğuna görə müqaviməti artacaq. Yəni burada I bərabərdir yazıram. Müqavimət artanda avtomatik cərəyan şiddəti azalar. Mənə artırmaq lazımdır. Bir yox. Kondensatorun lövhələri arasında dielektrik daxil etmək. İndi XC üçün, tutum müqaviməti üçün mən yazıram 1 bölünsün omega S. Buradan yazıram 1 bölünsün omega vurulsun. S-nin əvəzinə yazıram epsilon 0 S bölünsün D. Dielektrik daxil etdikdə epsilon artır, dielektrik nüfuzluğu. Belə olduqda XC tərs mütənasibdir. XC azalacaq. XC azalsa, bəli, I ilə XC tərs mütənasibdir. XC azalsa cərəyan şiddəti artar. Bəli, 2 okeydir. Dəyişən cəryanın tezliyini artırmaq. Omega bərabərdir 2pi vurulsun tezliyə əsasən. Tezliyi artırsam, bucaq sürəti artacaq. Tezliyi artırsam, bucaq sürəti artsa, XC azalacaq. XC azalsa, cərəyan şiddəti tərs mütənasibdir. Cərəyan şiddəti artacaq. Yəni 2 və 3 doğru cavablardır. Bu oldu 17-ci sual. Keçirəm 18-ə. 18-də belə bir sxem verilmişdir. Deyilir ki, burada eyni cərəyan axan naqillərin o nöqtəsində yaratdıqları yekun induksiya vektoru. İnduksiya vektorunu necə tapıram? Mən sağ əlqədəsi ilə baş barmağım cərəyan şiddətinin istiqamətini göstərir. Dörd barmağım isə maqnit induksiya vektoru ilə fırlanmanı göstərir. Yəni dörd barmağın fırlanma istiqaməti. Burada cərəyan şiddətini x verib. Yəni x nə deməkdir? Məndən şəkil müstəvisinə doğru baş barmağımı aparsam, 4 dənə barmağım saat əqrəbi istiqamətində fırlanacaq. Yəni baxın, bu istiqamətdə saat əqrəbi istiqamətində fırlanacaq. Yəni bu cərəyan şiddətinin o nöqtəsində yaratdığı, fikir verin, bu istiqamətdə fırlanırsa, o nöqtəsində aşağı istiqamətdə yaranacaq maqnit sahəsi. İndi aşağıdakı naqil də x kimi verilib. Yəni baş barmaq içəri girirsə, 4 barmaq yenə də saat əqrəbi istiqamətində fırlanır. Yenə də mənim verilmiş nöqtəm bu naqilə nəzərən yuxarıda qalıb. Bu naqilin yuxarısında da fikir verin, cərəyan şiddəti sağ tərəfə gedir. Yəni sağ tərəfə yenə bir dama qoyuram. İndi nöqtəvi fikir verin, cərəyan şiddəti üçün baş barmağım şəkil müstəvisindən bizə doğru gəlir. Burada 4 barmağım saat əqrəbinin əksi istiqamətində fırlanacaq. Yəni baxın, bu istiqamətdə baxın belə fırlanacaq. Və mənim verilmiş nöqtəm də cərəyanlı naqilin sol tərəfində qaldığım üçün fikir verin, sol tərəfdə aşağı doğru istiqamətdə bir maqnit sahəsi var. Yəni bir yanda aşağı istiqamətdə maqnit sahəsi olacaq. 2 dənə aşağı istiqamətdə maqnit sahəm var, fikir verirsinizsə. 2 dənə aşağı istiqamətdə maqnit sahəm var. Bir dənə də sağ istiqamətdə. Yəni yekun əvəzləyici bu ikisinin təm böləni kimi əvəzləyici qüvvə, daha doğrusu vektor olacaq. Baxın, bu olacaq. Fikir verin. Yekun olacaq 2. Yəni bu iki vektorun arasındadır və əvəzləyicidir. Yekun olacaq 2 əziz abituriyentlər. Bu oldu 18. Deməli 19-a baxıram. Deyilir ki, müxtəlif hündürlüklərdən müxtəlif kütləli cisimlər yerə düşür. Yerə çatma sürətləri verilib, düşmə hündürlüklərini istəyir. Yerə çatma sürətləri üçün V bərabər 2GH formulunu yaza bilərəm. Yerə çatma sürətləri ancaq hündürlükdən asılıdır əziz abituriyentlər. Kütlədən asılı deyil. Yəni kütlələri burada nəzərə almayacağam. Və sürət hündürlüklə düz mütənasib olduğuna görə hündürlükləri necə asılılıq veribsə, daha doğrusu sürətləri necə veribsə, hündürlüklər də o cür olacaq. Yəni V1 V2-dən V2 də V3-dən böyükdürsə, onda H1 böyük olacaq H2-dən böyükdür H3-dən. Çünki sürət və hündürlük burada düz mütənasibdir. Nə düşmə müddəti, nə qalxma müddəti, nə də yerə çatma sürətləri kütlədən asılı deyil. Əgər havanın müqaviməti qüvvəsi nəzərə alınmırsa. Növbəti suala baxıram. 20-ci sualda belə bir diffraksiya qəfəsi üzərində düşən şüaları göstərib bizə. Ağ işığın ekranda ikinci tərtib spektrində şüaların meyl etməsi təsvir edilib. 5 narıncı rəngli şüa olarsa, bir hansı rəngli şüa olacaq. O şüalar burada D qəfəs periodları var. Hər bir bunun üzərinə düşən işıq, fikir verin, müəyyən qədər meyl eləyir. Meyl bucağı harada uşaqlar? Bura bir normal endirsəm, şüa ilə normal arasındakı bucaq olacaq meyl bucağı və belə bir formulum var. D qəfəs parametri vurulsun meyl bucağının sinusu
bərabərdir. Tərtib vurulsun dalğa uzunluğu. N vurulsun lambda. İndi uşaqlar, fikir versəz 5-ci narıncı rəngli şüadır və burada 1-dən 5-ə getdikcə fikir verin. 1-in meyl bucağı buradır. Normalla 1 arasında olan şüa. 5-in meyl bucağı isə daha böyükdür fikir versəz. Yəni ki, meyl bucağı böyükdürsə, yəni sinus böyükdürsə, deməli 5-in dalğa uzunluğu böyükdür. Düzdürmü? 5'in dalga uzunluğu daha böyük olacaq. 5'dən 1-ə getdikdə isə dalga uzunluğu azalacaq, düzdürmü? Çünki 5'dən 1-ə getdikcə sinus azalır. Dalga uzunluğu azalırsa, yəni narıncıdan dalga uzunluğu azalan tərəfə gedəcəm. Narıncıdan dalga uzunluğu azalan tərəfə getsəm, ən az dalga uzunluğunu seçməliyəm mən burada. Göyü seçəcəm avtomatik. Yəni bənövşəyə getdikcə qırmızı işıqdan dalga uzunluğu azalır. Qırmızıdan böyükdür dalga uzunluğu, bənövşədən ən kiçikdir. Yəni burada bənövşə olmadığına görə mən seçəcəm göy. Bu oldu bu sual. 21-ci suala baxıram. X oxu boyunca hərəkət edən cismin koordinatının zamanı hansı qrafiki verilib. 15 saniyə ərzində getdiyi yol yerləşmədən 2 metr böyükdür. Yerləşmə üçün yazaram. Cismin son koordinatı çıxılsın başlanğıc koordinatı. Son koordinat fikir versəz 15-ci saniyənin sonunda mənfi 50-dir. Mənfi 50 çıxılsın başlanğıc koordinatını fikir versəz 60-a bərabərdir. Mənfi 50 çıxılsın 60. Buradan uşaqlar yerləşmənin modulu üçün alacağım 115 metr. İndi yolu tapmaq istəsəm, yol bərabərdir. Bütün trayektoriyaların uzunluqlarının cəmini tapmalıyam. İndi uşaqlar, fikir verin 60-dan 80-ə, yəni burada mənim koordinatım 20 metr dəyişib. Birinci 20 metr yol gedirəm. 3 və 9-cu saniyənin arasında koordinat 80 qalıb. Yəni burada yol getməyib koordinat dəyişmədiyinə görə. 9-cu saniyədən 15-ə qədər isə fikir verin, koordinatım 80-dən 15-ci saniyədə mənfi 50-yə düşür, düzdürmü? 80-dən mənfi 50-yə düşürsə, onda mən nə qədər yol gedəcəm? 80-lə mənfi 50-nin arasında nə qədər məsafə var? Yəni 80 çıxılsın mənfi 50, 130 metr məsafə olacaq, düzdürmü? 130 metr məsafə olacaq. Yəni bu ikisinin bir-birindən fərqlərini tapmalıyam avtomatikmən. Bu da oldu belə. Yəni mən nə etdim? Yol və yerləşmə üçün belə bir ifadə yazdım. Yerləşməni tapanda son koordinatdan başlanğıc koordinata çıxmışdıq. Yolda da bütün trayektoriyaları cəmlədik. Bu oldu 21. 22-yə baxsam əgər 22-yə baxsam, deməli 22-də sıxılmış yayın qarşısına kütləsi 4 kiloqram olan cisim qoyulmuşdur. Yay açıldıqdan sonra sürtünmə əmsalı 0,5 olan üfüqi yolda 1,6 metr yol gedərək dayandı. Yayın potensial enerjisini hesablayın. Uşaqlar, yay sıxdıqda burada yayda müəyyən qədər potensial enerji depolanıb və yay dayandığı üçün, yəni sistem dayandığı üçün burada kinetik enerji sıfıra bərabərdir. Yəni mənim əvvəldə sistemin müəyyən qədər potensial enerjisi var. Sonra bu yayı açıram. Burada sürtünmə qüvvəsi olduğuna görə cisim özü x oxu istiqamətində hərəkət edir. Sürtünmə qüvvəsi əks istiqamətdə olduğuna görə sürtünmə qüvvəsi mənim üçün mənfi iş görəcək. Yəni potensial enerjini azaldacaq və ən sonunda mənim bütün potensial enerjim qurtaracaq. Çünki mənim fikir verin, ən axırda cismim dayanıb burada. Yəni burada bütün potensial enerji sürtünmə qüvvəsinin işinə sərf olunur. Yəni sürtünmə qüvvəsi bütün potensial enerjini sıfıra bərabər eləyir. Yəni potensial enerji burada bərabər olacaq sürtünmə qüvvəsinin işinə. Sürtünmə qüvvəsinin işi üçün nə yazaram? Sürtünmə qüvvəsi vurulsun yer dəyişmə. Ya potensial bərabərdir. Sürtünmə qüvvəsi mu mg'dir. Vurulsun yer dəyişmə. Uşaqlar, sürtünmə əmsalı 0,5-dir. M'in qiyməti 4 kiloqramdır. J'nin qiyməti 10-dur. Yer dəyişməsi 1,6-dır. Buradan bu eləyir 2. Bu eləyir 16. 2 vur 16, 32 joule-luq bir potensial enerjim varmış. Bu oldu belə 22. Uşaqlar, 23-ə baxıram. İnduktivliyi 0,1 Henry olan konturdan keçən maqnit selinin bu qanunla dəyişdiyini bilirəm. İkinci saniyənin sonunda maqnit selsinin enerjisi. Mənə fini veriblər və induktivliyi veriblər. Enerji bərabərdir uşaqlar. Fi kvadratı bölünsün 2L, düzdürmü? L'in qiyməti 2 vur 0,1-dir. Onu görürəm. Finin qiymətini tapmaq üçün finin tənliyini verib və ikinci saniyədir, düzdürmü? Fi bərabərdir 8 üstəgəl 3 vurulsun. T'nin əvəzinə 2 qoyacağım. Özləri verib onu. 3-ün kvadratı 4. 3 vur 4 edir 20, 12. 12 üstəgəl 8, 20. Qutarda getdi. Bura bir 20 yazıram. Uşaqlar, buradan 10 bölünsün 0,1. Buradan alacağım 100. Buradan alacağım 100. Yəni hesablamalarımız doğrudursa fizikasında heç bir problem yoxdur. Bu oldu uşaqlar 23. 24-də baxıram. Vaxt itirmədən deməli 24-də baxıram. 24-də polad yaydan asılmış yükün kütləsini 3 dəfə artırdıqda belə bir polad yayım var uşaqlar. Bundan müəyyən kütləli yük asmışam. Yükün aşağıya doğru mc ağırlıq qüvvəsi var. Yuxarıya doğru bir elastiklik qüvvəsi var uşaqlar və tarazlıq alanda elastiklik qüvvəsi bərabərdir mc ağırlıq qüvvəsinə.
Yung modulu 3 dəfə artar. Yung modulu yalnız materialın növündən asılı olan kəmiyyətdir. Bir, dəyişməz. Mexaniki gərginlik dəyişməz. Uşaqlar, mexaniki gərginlik bərabərdir. Qüvvə bölünsün. Burada fikir verin, bu hissənin en kəsiyinin sahəsi. En kəsiyinin sahəsi həndəsi parametridir, o dəyişməz. Qüvvə necə dəyişər? Qüvvə aşağı olan qüvvə mc ağırlıq qüvvəsidir. Kütlə 3 dəfə artsa, onda qüvvə də 3 dəfə artar. Onda bura təsir edən mexaniki gərginlik də 3 dəfə artacaq. Nisbi uzanma 3 dəfə artar. Nisbi uzanmanı necə bilə bilərəm uşaqlar? Gəlin birinci sərtlikdən yola çıxaq. Burada K-nın əvəzinə F elastikinin əvəzinə yazıram. K vurulsun delta L bərabərdir mg. İndi uşaqlar bu ifadəni yazdıqdan sonra burada sərtlik əmsalını da gəlin tapaq. K bərabərdir S-yə bölünsün L0 yazsam uşaqlar. Yükün kütləsindən asılı olmadığına görə burada sərtlik əmsalı da dəyişməyəcək. Yəni sərtlik əmsalı da dəyişməz burada. K-nın əvəzinə S-yə bölünsün L0 yazdıqda, vurulsun burada delta L yazdıqda mg-yə bərabər edirəm. Uşaqlar, delta L bölünsün L0 məndə nisbi uzanmadır. Yəni burada bu düstur olacaq SY vurulsun nisbi uzanma epsilonla yazılır, bərabərdir mg. Kütlə 3 dəfə artdığına görə burada nisbi uzanma da 3 dəfə artar. S isə sabit kəmiyyətlər olur. Nisbi uzanmanın 3 dəfə artdığını gördüm. Okey. Burada potensial enerji 9 dəfə artar. Yayın potensial enerjisini tapmaq üçün mən belə bir formuldan istifadə edərəm. Qüvvənin kvadratı bölünsün 2K. Bunu isbat eləmişik. Uşaqlar, qüvvə mg'dir burada. Mg'nin kvadratı bölünsün 2K. Sərtlik əmsalı dəyişmədi. Kütləni 3 dəfə artırsam, 3-ün kvadratı qədər potensial enerji, yəni 9 dəfə artacaq. Bu oldu 24-cü sualın izahı. Uşaqlar, davam edirəm. Gəldim 25-ə. Sürtünmə əmsalı 0,1 olan üfüqi yolda 50 kq olan cismə təsir edən F dartı qüvvəsinin qiymətlərini verib. İndi sürtünmə qüvvəsi burada nəyə bərabərdir? Sürtünmə qüvvəsi üçün yazıram mu mg. Düzdürmü? Sürtünmə əmsalı 0,1, kütlə 50, J də 10-a bərabərdir uşaqlar. Buradan mən neçə alacağım? Sürtünmə qüvvəsi üçün alacağım 50 Newton. Düzdürmü? İndi birinci halda dartı qüvvəsi 70 Newtondur. Əgər burada birinci halda dartı qüvvəsi fikir verin, sürtünmə qüvvəsindən böyükdür. Belə olanda bu hərəkət olur, yeyinləşən hərəkət. Biz yeyinləşən hərəkət üçün qrafikləri seçməliyik. Yəni birinciyə burada A aid olacaq. A-da sürət qrafiki sıfırdan uzaqlaşır. Okey. Bu yeyinləşən qrafikdir. Bir də E variantında yeyinləşən qrafikə aiddir. İkinci hala baxaram. Dartı qüvvəsi 30 Newtondur. Sürtünmə isə 50 idi. Dartı bu səfər sürtünmədən kiçikdir. Burada sürtünmə qüvvəsi sürətim azaldacaq. Yəni yavaşlayan hərəkətə uyğun olacaq bu hərəkət. Uşaqlar, belə olduğu halda biz deyirik ki, sürət azalır burada. Yəni sürətin azaldığı qrafiklərə baxacağım. Yəni C variantı uyğundur. Üçüncü halda dartı qüvvəsi 50 Newtondur. Burada dartı sürtünməyə bərabərdir. Sürtünməni 50 yuxarıda tapdıq biz artıq. Dartı əgər sürtünməyə bərabərdirsə, bu zaman bu hərəkət bərabər sürətli hərəkətə aiddir. Çünki burada əvəzləyici qüvvə 0 olacaq. Bərabər sürətli hərəkətin qrafikləri də B və D də verilib. Yəni üçüncü aid olacaq B və D. Uşaqlar, davam edirəm. Deməli, belə bir sual var artıq burada. 26-da cərəyan mənbəyinə 2 ampermetr K açarı, rezistor və kondensator şəkildəki kimi qoşulmuşdur. K açarını kapatdıqda ampermetrlərin göstərişi necə dəyişir? Uşaqlar, K açarı açıq olduqda görək nə baş verir? Bu müsbət kütlədən cərəyan şiddəti gəlir. Burada iki hissəyə ayrılacaq. A1 və A2. Sadəcə məsələ burasındadır ki, bu kondensator müəyyən müddətdən sonra doyma halına gəldikdən sonra özündən yük keçirməyəcək. Yəni özündən yük keçirmirsə artıq buradan cərəyan şiddəti keçməyəcək. Yəni birinci halda A1 ampermetrindən cərəyan şiddəti keçmir. Bütün cərəyan şiddəti A2-nin üzərindən keçəcək. Yəni birinci halda A1-in göstərişi 0-dır. A2-nin isə müəyyən qədər göstərişi var. Yəni 0-dan fərqlidir. Okey. K çarını bağlasam əgər, K çarını bağladıqda əziz abituriyentlər, burada artıq boş naqil yaranır. Boş naqilin üzərində olan bütün potensiallar bərabər olduğuna görə artıq burada nə baş verəcək uşaqlar? Bu müsbət hissədən gələn cərəyan şiddəti fikir verin. Ampermetrin özün içinin onsuz da müqaməti nəzərə alınmır. O özü boş naqil kimidir. Buradan gələn cərəyan şiddəti gəlib bu boş naqilin üzərindən keçəcək. Artıq kondensatordan keçməyəcək. Məsələ burasındadır ki, əgər A1 ampermetrinin müqamətini çox-çox kiçik götürürüksə, bütün cərəyan şiddəti artıq bu A1-in üzərindən keçəcək. Boş naqil kimi hesab edildiyinə görə. Yəni, aşağıdan artıq cərəyan şiddəti keçmir. Deməli, ikinci halda aşağıdakı cərəyan şiddəti 0-a qədər azalır. Yuxarıdakı A2 ampermetrinin cərəyan şiddəti isə artacaq. Bu oldu 26. Demək olar 27-yə baxıram. 27-də həcm və temperaturun qrafiki verilib. Deyilir, ideal qazın belə bir grafikinə əsasən
bizdə təzyiq və sıxlığın qrafikini çəkməyimizi istəyir AB və BC prosesində. Və bu proseslər nəyə uyğundur, onu istəyir bizdən. Uşaqlar, indi AB prosesinə baxsaq, AB prosesində məndə həcm konstantdır. Bu olacaq izoxor proses. PV bərabər nu RT yazsam əgər, V konstantdır. Burada gördüyün kimi AB-də T artır. Temperatur artdığına görə təzyiq artır. Deməli, birinci hissədə təzyiq artacaq. Bəs sıxlıq? Sıxlıq rho bərabərdir m bölü v-yə əsasən kütlə sabit, izolə edilmiş sistemlərdə həcm də sabit olduğuna görə sıxlıq da sabitdir. İndi birinci halda sıxlıq və yaxud gəlin üstə təzyiqi veriblər uşaqlar. Burada təzyiqi veriblər. Gəlin belə eləyək. Biz də təzyiqi yazaq. Təzyiq, sıxlıq qrafikinə əsasən birinci halda məndə təzyiq artdı. Təzyiq artdı, amma sıxlıq sabitdir. Baxın, qrafiki bu cür çəkirəm. Təzyiq artdı, amma sıxlıq bir qiymətdə qalıb sabitdir. İndi uşaqlar, neyniyək? İkinci qrafikə baxıram. İkinci qrafikdə BC hissəsində uşaqlar, yenə PV bərabər new RT yazsam. İndi burada uşaqlar, fikir versəz, bu grafikin uzantısı sıfırdan keçir. Riyazi olaraq bu o deməkdir ki, burada hər iki kəmiyyət eyni qədər dəyişir. Yəni həcm də eyni qədər artır, temperatur da eyni qədər artır. New R-in sabit olmasından mən bilirəm ki, bu iki kəmiyyət eyni qədər dəyişirsə, deməli təzyiq sabitdir. Bu olur izobar proses. İkinci də təzyiq sabitdir. Həcmin artdığına görə rho bərabər m bölü v-yə əsasən həcm artıbsa, deməli sıxlıq azalmalıdır. Deməli burada sıxlığın azaldığı, təzyiqin isə sabit olduğu qrafik çəkməliyəm. Baxın, belə bir qrafik olacaq. Fikir verin, burada sıxlıq bu ox üzərində azalıb, təzyiq isə bir qiymət alıb. Qurtardı, getdi. Proseslərin adlarını da dedik. Bu oldu 27-ci sual. 28-ci suala baxsaq, kütlələri 3 kiloqram və 2 kiloqram olan yüklər tərpənməz blokdan asılmışdır. H bərabər 80 sm olarsa, bura 80-dir. Buna əsasən sistem sərbəst buraxıldıqdan sonra birinci cismin yerə dəyən andakı kinetik enerjisini hesablayın. Kinetik enerji bərabərdir. Kütlə vurulsun sürətin kvadratı bölünsün 2. Sistem əvvəlcə sabit olaraq sükunətdə dayanıb. Yəni başlanğıc sürət burada sıfıra bərabərdir. Sistemi birdən bura buraxdıqda M1 kütləli cismin kütləsi çox olduğuna görə burada tərəzi effekti yaranır. Yəni M1 kütləli cisim aşağıya doğru hərəkət edəcək, M2 yuxarıya doğru hərəkət edəcək və bu sükunət halından birdən-birə yeyinləşən hərəkətə başlayır sistem. Belə olduqda sürəti tapmaq üçün V bərabərdir AT formulundan istifadə edəcəm. Təcili necə tapacağam? Təcil bərabərdir. Sistem üçün çox yaxşı bir düsturum var. Sistemdəki kütlələrin fərqi modulda bölünsün kütlələrin cəmi vurulsun J-yə. Buradan kütlə fərqi nə olacaq uşaqlar? 3 və 2-nin fərqi olacaq 1, cəmi olacaq 5, J də 10-a bərabərdir. Təcil üçün alacağım 2. Təcilin qiyməti hazırdır. 2 vurulsun. İndi zamanı tapacağım uşaqlar. Uşaqlar, bu təcilli hərəkət eləyir. Uşaqlar, zamanı tapmadan da mən sürəti ala bilərəm yeri gəlmişkən. Yəni son sürət üçün hündürlüyü verib də onsuz da, yəni başlanğıc sürətində 0-a bərabərdir. Belə olduqda 2 vurulsun kök altında A vur S ilə də tapa bilərəm. Və yaxud zamanı tapmaq üçün də nə edərdim? S bərabərdir AT kvadrat bölü 2 yazacaqdım. A əlimdə var idi. Gedilən yolda 80 sm, onu da verib. Uşaqlar, buradan sürəti bu cür daha rahat tapa bilərəm. 2 vurulsun. Yəni buradan da yaza bilərik əslində. 2 vurulsun təcillim 2-yə bərabərdir. Getdiyim yol isə 80 sm-dir. Metrə çevirəndə yazıram 80 bölünsün 100. İndi uşaqlar, buradan nə əldə edəcəm? Bu 8-lər ixtisar gedir. 2 vur 2, 4, 4 vur 8, 32. Eləyir, kök altında 32 bölünsün 10. Baxın, belə bir ifadə aldım. İndi mən buradan kinetik enerjini tapmaq üçün Y bərabərdir. Birinci cismin deyirdi. Birinci cismin kütləsi 3-dür. 3 bölünsün 2 vurulsun V kvadratı. Yəni bunun kvadratı. Eləyəcək 32 bölünsün 10. Qutarda getdi uşaqlar. 2 ilə 32 ixtisar gedir 16. 3 vur 16, 48 bölü 10, 4,8 joule. Əzab trendlər, bu oldu bizim 28-ci sualın izahı. Mən bacardığım qədər sualları daha geniş və dolu izah eləməyə çalışdım ki, yəni yalnız cavab tapmaqdan ibarət olmasın məqsədimiz. Yəni fizika öyrənə biləsiniz. Ümid edirəm ki, izahlar sizə dolğun gəldi. İnşallah biz qəbul imtahanına qədər bu sınaqları davam etdirəcəyik və həmçinin də digər fizika öyrənmək istəyənlər və həvəskarlar da bundan yararlanacaqlar. Videonu dostlarınızla və ətraflarınızla paylaşmağı unutmayın. Abunə olun. Belə videoların gəlməsini istəyirsinizsə, kommentlərdə qeyd edin. Özünüzə yaxşı baxın əziz abituriyentlər. Hələlik.